Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, adətən evlənməyi psixoloji olaraq xəstəliyə çevirən bəzi nəsil, var, yox, kök ümumi bir faza var. Qohum-əqraba içərisindən çıxırsan, müəyyən yaş təbəqə keçdikdən sonra oğlan, qız fərq etməz. Niyə evlənmirsən? Anasını belə deyək, qeyri-etik çıxırdı, həqiqətən olandır. Nəyəsə bezdirmək yaxud draznit eləmək kimisindən, yaxud valideynlərinə daima təkid etmək, qızdırsa, hə, ver, gəl səni rədd edeyim, gedəsən düşüncəsi ilə yanaşan və bəzi ağızdan pis qohumlar var. Adətən bu nədən qaynaqlanır, yaxud bunu psixoloji xəstəliyə niyə çevirirlər, yaxud bu psixoloji xəstəlik həmin insanlarda niyə yaranır? Məsələn, bu adamın karyera, yaxud gələcək planlaması, yaxud şəxsi biznes kimi düşüncəsi varsa, oğlan qız belə deyək, cinsiyyət ayrı-seçkiliyi olmadan bu adamı daimi olaraq hər hansı bir evliliyə məcbur edəndə həmin şəxsi planlamada artıq zəifləmə yaranır. Niyə? Çünki əl üzmək fazası, yaxud sənin yorulub, sənin bezib, artıq sənin pis olma dönəmlərin, müddətlərin başlayır. Çünki nə qədər eyni evin içərisində evlənmə söhbətləri gedər, belə gedər, belə, yəni daimi olaraq bu adam istəmirsə onu məcbur etmək forması varsa, evlənəndən sonra gedib onsuz boşanıb qayıdacaq. Qızdırsa, oğlandırsa boşanacaq, hərə ayrı-ayrı yoluna. Və nəticə etibarilə də düşüncə tərzi tam formalaşmaya bəzi də insanlar var ki, məsələn, baxırsan 19-20 yaş var, yaxud 21 yaş var, baxırsan sən uşaqsan da, hələ düşüncə tam formalaşmayıb. Əqli gerilik var. Normalda yəni olan faktordur. Yəni geri zəkalısın da belə deyirlər. Düşüncə tərzin çox zəifdir. Və o insanları evləndirirlər və son olaraq evlənəndə də müəyyən yaş müddəti gəldikdən sonra o həqiqətən evlənməyin o yaşda pis yaxud səhv fikir olduğunu düşündükdən sonra artıq ayrılmaq və qarşı tərəfdə fikir ayrılıqlarının daha geniş forması yaranır və nəticədə həmin evlilik olur puç. Çalışın istəmsizcə olan münasibətlərdən boyun qaçırın. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilər.